Görsən stop nişanı var. Demək ki, stop nişanı varsa mütləq dayanmalıyıq. Ancaq harda? Yerdə stop xətti varsa, stop xəttində yoxdursa, bax bu kəsişmə nöqtəsində incə məqamdır. Burada dayanmaqla biz soldan gələnin olub-olmadığını görə bilmirik, düzdür. Yəni o yük avtomobilləri yolumuzu kəsib, görüntünü məhdudlaşdırır. Amma bu o demək deyil ki, biz stop nişanının tələbini yerinə yetirməməliyik. O yolu görə biləcəyimiz qədər irəliyə doğru getməliyik. Xeyr, burada tam dayanmalıyıq. Stopun tələbini yerinə yetirdik. İndi əyləci burax və cüzi qaza toxun. Biraz yoxuşdur. Çox yox. Çevril ora bax. Kimsə yoxdur ki. Yenə sağa yandır. Bax buradan sağa dönürük. Çevir sükanı. Sükanı çevir. Sükan. Yəni rolu çevir. Düz olanda indi düzləşdir. Tələsmə. Balaca qaza toxun. Qorxma. Rahat ol. O adamları mən görürüm. Yaxşı, onlara fokuslanma. Sən görməli olduğun işi gör. Yolda adam da olar, maşın da olar, velosiped da olar. Ötən dərsdə sən aşırı qorxurdun və o qorxduğun üçündə nə elədiyini bilmirdin. İndi rahat ol. Piyada keçidi var. Sağdan kimsə çıxa bilərmi? Solu görürüyor heç. Diqqət elə. Cüzi qaza toxun, balaca. Rahat ol. Yol bitənə qədər düz davam edirik. Yol bitəndə isə zaten bir yolumuz olacaq. O da sağa dönmək olacaq. Çox yox. O maşına dəyməmək üçün bəli, balaca sol eləməyin kifayət edirdi. Balaca qaza toxun. Qarşıda yenə piyada keçidi var. Qazdan ayağı götür. Piyada keçidinin sağı rahat görünür, düzdür? Amma solu, bax, başlanğıc görünməyən piyada xəttidir. Gözləyirik bu piyada keçsin, ona fokuslama. İndi buranda yoxla, yoxdur kimsə. Tələsmə, indi get. Piyada zolağını tərk eləsin, sonra davam elə hərəkətli. İndi qarşıdakı avtobusu görürsən, oradan sağa dönəcək. Aha, sağa dönərkən soldan gələnlərə yol verməliyik. Və dönən kimi də piyada keçid olacaq. Ona görə ayağımızı qoyuruq əyləc pedalın üzərinə. Sağa bax, çevir hələ ki sükanı. Biraz da çevir. Çevril sola bax, kimsə yoxdur ki. İndi sağa bax, kimsə yoxdur ki. Sükanı çevir, çevir. Və düzləşdir. Balaca qaza toxun.